Bütün komandaları tanıyırdı, bütün komandalar onu tanıyırdılar, sevirdilər onu. Ağır əməliyyatdan çıxandan sonra dostları ilə daha doğrusu getmişdi. Neftçi oynayırdı, günün bugün kimi yadımdadır. Kızdırmanın içinde kendir kimi yanır. Ya Refika bacı, futbol xəstəliyinin kızdırması olmur. Titretmesi olur. Çok müdafiə yaxınlaşır, adamın bedenini titretmez olur. Bir futbola baxırdım, belə də, köpək oğlu deyir. Futbola baxanda adamdan söz soruşar. Futbol bütün dövrlərdə sənətindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq əksəriyyətin sevgi mənbəyi olub. Onların arasında öz dövrünün tanınmış simaları da var. Ne var ey bu futbolda? Ha? O futbol, Nedir ne olur? futbol 20. əsrin bəlasıdır. Hamı giriftar olur, əlac ediyəni də yoxdur çünki əlac edən özü azarkeşdir. Azərbaycanda aktyorluq sənətinin dahillərindən olan kinoda və teatr səhnəsində özünə məxsus tərzi ilə tamaşaçıların ürəyini fəth edən Azərbaycan SSR xalq artisti Bəşir Səfəroğlunun ürəyini həm də futbol fəth edib. Onu bu sevgini hətta yaradıcılığına da bağlamağa məcbur edib. Əvvəla mənimlə iş vaxtı futboldan danışmamış. İkinci de iş başlayıb, iş başlayıb. Valla değilim, yaş maçını oynayayım ne zaman? Qorxuram usta, aç ayaqdan danışma. Axsu xeyriyyədir, axsayın bir axtarı. Bəşir Səfəroğlunun yadigarı, onun yolunu layiqincə davam etdirən xalq artisti Afaq Bəşir qızı deyir ki, futbol sevgisi atasının həyat tərzinə çevrilmişdi. 24 saat o futbolu göstərsəydilər, o televizorun qabağından durmurdu da. Nə qədər bu kişi aludə idi futbola. Ağır əməliyyatdan çıxandan sonra dostları ilə daha doğrusu getmişdi. Neftçi oynayırdı, günün bugün kimi yadımdadır. Neftçi oynayırdı və qolu elə bir ilk topu da sezonda, mövsümdə açılışı idi. İlk topu atan vurdu da belə, yəni ayağı ilə. Sözün açığı biz qorxurduq hərdən onu evdə tək qoymağa. Çünki bilirdik ki, o günkü futbol var, kimsə bunun yanında mütləq olmalıdır. Ne üçün? Çünki bir dəfə başımıza bir oyun gəlmişdi. Səbrəli, Bəli, harda yaxşı ləzzət çəkirsən? futbolda, Harda dünya qayrısını yadından çıxarırsan? futbolda. Afaq Bəşir qızının sözlərinə görə atası evdə futbola tək baxan zaman gözlərinə inanmadıqları vəziyyətlə qarşılaşıblar. Evin mebellərini tez-tez yeniləməyi xoşlayan Bəşir Səfəroğlu həmin vaxt futbola o qədər aludə olub ki, özü də fərqində olmadan qohumuna mənzilinin əşyalarını aparmaq üçün şərait yaradıb. Deməli, bir dəfə yenə həmin o növbəti o mebel dəyişmə ərəfəsində qohumu gəlir bizə. Dayısı nəvəsi idi. Bilmirəm, o vaxtı o bilib ki, bu günləri futboldur, ona görə işini elə qurub, nəysə gəlir. Nəysə gəlir, deyir ki, görür ki, bu futbola baxır, deyir ki, ay Bəşir, nə var, nə yox, deyir, yaxşı, indi vuracaq elə, deyir, görməyəcək. Belə də pəlakəndə danışır bundan. Deyir, ay Bəşir, nə əcəb mebeli dəyişməmişsən, dəyişəcəm. Deyib, Allah bilir, sən Allah yadından çıxmasın da, bu tumbanı mənə söz vermişsən. Yaxşı, götür apar. Bəşir, indi aparım, deyir, istəyirsən götür apar. Adam vır da, korsa, görmürsə. O adam da aktyor idi, ona görə onun danışıqlarını mən indi təqlid edirəm. Deyir ki, Bəşir, deyir, filan kəsin maşını burada məhəllədədir, onda Bir May küçəsi, Uğur Mustafa Sporda yaşayırdı. Deyib, hələ maşın buradadır, daha yüklü maşındır da belə. Bəlkə elə ona qoyum apar, götür apar, nə istə apar, götür apar. Neysə, bu da belə əməli dədəli götürür, bunun içini zadı hamısını boşaldır, o paltarlarsa hamısını götürüb boşaldır. Bunu verir, sonra deyir ki, pufi gör demişəm, pufi də qoy. Koridorda da bizdə bir dənə qəşəng qədimdən qalma zat var idi. Nədir onun adı? Güzgü var idi. Hündür qara, başı belə işlənməydi. Götürüb ki, bunu da ay Bəşir, niyə edirsən o koridorda zadı qoymuşsan? Aparım da orada da o şey güzgün apar, neysə apar da rədd ol da başına, yeri ged apar, mani olma. Götürüb bu da bunu əməlli belə əməlli başlayır. Hətta qonşu deyir ki, deməli bu güzgünün aşağı hissəsini çıxartdılar ki, maşına yerləşsin də dala partabo. Amma o aşağı hissəsini o kişi qara gündə ləhliyə apardılar ki, 4-cü Xriptovaya. Nəysə
Gəliblər evə ki, heç nə yoxdur evdə. Ay balam, bu hanı, deyir, mən bilmirəm. Mən nə bilim. Deyir, necən sən otur? Deyir, mən oturmuşam futbola baxıram. Mən futbola baxanda ağlım başımda olur. Mən bilməm kim gəlib, kimir. Bu da götürdü, analığım ərzi yazır milisə. Milisə ərzi yazır, bəs belə də evdən əməli başqa qəblə götürdü. Kim olub evdə? Ərim. Ərim neynirdi? Oturmuşdu futbola baxırdı. O futbola baxanda evə apar xəbər olmur. Axırda gəldi, çıxdı mənim qoqum deyir, ay Bəşir, mən axı sənə qurban olum dediyim, özün dedin götür aparkən, yığ apar. Deyir, futbola baxırdım, belə də, köpək oğlu deyir, futbola baxanda adamdan söz soruşar. Hesap 3-0. Sonra mən də elə onun qəbrüstü abidəsini düzəltdirəndə onu da elə oraya yazdıqdı. Mən o mənada yazdım ki, bizə bircə xal lazım idi. Yəni, bir an lazım idi, bir möcüzə lazım idi ki, sən yaşayasan. Kino və teatr meydanında hər zaman qalib olaraq qısa həyat cədvəlinə qızıl xallar yazdıran Bəşir Səfəroğlu qəlblərdə yüksəldiyi zirvədən heç vaxt enməyəcək. Sevənləri isə hər xatırladıqlarında onun simasında həm də futbolu sevəcək.